laf əla olar. Axı mən ağıllı siçanam, mən ağıllı siçanam. Heç kimdən də qorxmaram, mən ağıllı siçanam. Heç kimdən də qorxmaram. Qorxma nə? Ağıldan da qorxmaram, dovşandan da qorxmaram. Hə, uşaqlar, indi bilirsiniz də, axı mən qışdan təzə çıxmışam. Neyim? Yarışma təşkil edilmişəm ki, qoy heyvanların başına aldanır. Onlardan çoxlu hədiyyələr alır və qalib olur. Axı, nə qədər olar? Onun bunun evində qorxa-qorxa, qaça-qaça, nəsə oğuruyub, tapıb yemək. Heç paltarlarım da artıq köhnəlidir. Ona görə də qoy o səsi, istedadı, heç bacarığı olmayan heyvanların yalandan başına aldanır. Deyim ki, gəlin müsabiqəyə qatılın, sizi qalib edəcəm. Onlar da elə bilsinlər ki, qalib olacaqlar, mənə çoxlu hədiyyələr gətirsinlər. Heyvanımızın səsi, istedadı və bacarığı var. Elə isə tələsin, tez gelin hazırlaşın və müsabiqəmizə qatılın. Tez əziz meşə heyvanları, tez hazırlaşın, tez hazırlaşın. Gedin, getdilər. Mən inanmıram ki, bunların hansısa səsi, istedadı, bacarıq olsun. Amma inansınlar, bu elə bilsinlər ki, istedadlıdırlar, bacarıqlıdırlar. Gəlsinlər, yarışmaya qatılsınlar. Mən ondan çoxlu hədiyyələr alır. Ay Allah, nə qəşəng təzə paltarlarım olacaq, çoxlu ayaqqabım olacaq. Artıq bunun evindən qaça-qaça, qorxa-qorxa, gedib nəsə uğramayacaq. Bütün heyvanların hamısı hazırdır, hamısının seslerini yolladım, istedadını yolladım, hamısını seçmişəm, artıq onlar yarışmağa hazırdır. Ama dostlar, bilirsiniz, bizim müsbət heyetimizdə var ki, biz qaliblərimizi onlarla bir yerdə seçəcəyik. Beləliklə, qarşılıyoruz. Meşəmizin kraliçası, Anarı Elizabeth gəlir.